Məndən özünə qarşı hörmətsizliyi görmüsən? Xeyr, sən özün... Və sənin qızın bizə necə hörmətsizliyi eləyə bilər? Tolik, yenə də deyirəm, valla cahillik eləyib, cahildir. Samirə, biz aparıcılar sənin də tərəfində dura bilərik. Biz aparıcılar tənqiddik, amma mən gördün sən yox edindim, sənətkarsan. Amma bu o demək deyil ki, fərək çıxıb bugün bizə Kəmaləni dalayıcan. Kəmaləni dalayıcan yox, Kəmalinin adı bugündən bu kanallarda çəkilməyəcək. Bir neçədə. Sonra Kəmalə gəlib buraya deyəcək ki, Fərəh mənim çörəyimə bahis oldu. Həmən Kəmalətdə o filəni dalayıcan danışıb, gedib o filəni qucaqlayan adam. Cahillik eləyib, Tolik, çox-çox üzr istəyirəm. Mənə görə keçin, bağışlayın, çox-çox üzr istəyirəm. Allah səni var eləsin, mən yox, məndən üzr istəməsin, xalqdan mən heç kiməm. Bütün xalqımızdan, bütün millətdən, bütün bizi izləyənlərdən, eşidənlərdən, vallahi yenə deyirəm, Quran haqqı mən o ayda deyirəm, bu saat evdə xəstə anama baxıram. Amma yenə də mən hər şeyi bir kənara atıb, o qızıma görə başımı aşağı salmışam. Hamıya deyirəm, üzürlü sayın. Allah səni var eləsin. Var ol günən. Bax, ana budur. Çox sağ ol.